İndi gəlin ətraflı danışım nəyə görə? Bilirsiniz, istənilən halda yeni bir fikir eşitmək bu xeyirlidir. Yəni hətta burada əyləşmisiniz, bəlkə də əksəriyyətiniz biz dediyimizin 90%-ni artıq bilirsiniz. Amma həmişə o 10% var və o 10%-i öyrənib və 10% əsasında özünüzə bir faydalı məlumat çıxartmaq çox vacibdir. Yəni bu hər zaman üstünlükdür. Və bir məqam da var ki, yəni bu şəbəkələşdirmə, networking deyilən tədbirlərdə, bir qruplarda, yığışanda sadəcə yığışmaq naminə yığışmaq lazım deyil. Burada mütləq öyrənmək lazımdır. Yeni bir fikirlər hər zaman ola bilər. Alternativ yanaşma, bu da çox vacibdir. Bax, adicə mən sizə bir şey deyim. İndi biz bir neçə dəqiqə sonra gələcək coffee break-a. O coffee break-də da siz yeni tanışlara çalışın, yeni insanlarla tanış olun, yeni metodikaları öyrənin, bölüşün öz fikirlərinizi. Bəzən siz nəyəsə üzərində günlərlə fikirləşirsiniz, çünki bir bucaqdan baxırsınız.